Bu videoda size homojen karışılan ayrılma üsullarından biri olan distille üsulunu izah edeceğim. Önce sade distilleni izah edeceğim. Burada şəkil üzərində izah eləməyə başlayaq. Demək, birinci gördüyünüz bu şəkil, qab, demək, yumru dibli kolba adlanır. Kolbanın üzərində yuxarıda bir ikinci parça görürsünüz. Bu termometrdir, yəni temperaturu ölçmək üçündür. Sonra yumru dibli kolba gəlib birləşib, belə bir e, avadanlığa. Bu avadanlıq kondensator adlanır. Kondensator nə deməkdir? Yəni kondensə edən. Kondensasiya sözünü bilirsiniz. Qazların mayəyə dönüşməsi. Qazın da mayəyə dönüşməsi nə zaman baş verir? Onun soyuması zamanı temperatur aşağı düşdükcə qaz molekülləri bir-birinə yaxınlaşır və mayeyə çevrilir. Və nəhayət mayeyə çevrilmiş hissə buradan damcı-damcı aşağı enir. Bunu başdan alaq bir də. Bu birinci qabın, yəni yumru dibli kolbanın içərisində sadəcə sudur, yəni içilən su. İçdiyimiz su bilirsiniz ki, saf su deyil, qarışıqdır. Onun da tərkibində tuzlar, minerallar var. Amma indi biz istəyirik ki, distillə olunmuş, yəni saf su alaq. Bilirsiniz, yağış suyu da saf sudur, o da distillə olunmuş sudur. İndi prosesini izah edək. Burada demək biz adi suyu qızdırırıq, aşağında görürsünüz, qaz börnər var. Və burada təbii ki, duz buxarlanmayacaq və 100 dərəcədə, termometr 100 dərəcəyə çatanda su buxarlanmış olacaq. Suyun buxarı gələcək burada. Kondensator deyilən cihaz 2 dənə şüşə boru iç-içədir. Fikir versəniz, bir içəridə bir boru var, qırmızı xətlə çəkdim, bir də üst boru var. Bunlar bir-birinə qarışmır. Demək, bizim buxarımız bu içəri boru ilə, baxın, içəri boru ilə buxar şəklində yol qət eləmiş olur. Və bu yol qət elədikcə, bu yolda soyumalıdır. Qaz soyumalıdır ki, kondensasiya etsin, yəni mayeyə dönüşsün. Yəni su buxarı adi maye suya dönüşür və burada damla-damla artıq Erlenmeyer kolbasına dördüncü hissəmizdə bu. 3, bu da 4. Hı -hı. Erlenmeyer kolbasına tökülür. Və buradakı sadəcə və sadəcə sudur, saf sudur. Distillə olunmuş su adlanır. Bu kondensatorda üst boru nə üçün lazımdır? Üst boru iç borunu soyutmaq üçün. Baxın, fikir verirsiniz, burada iki rezin boru var. Biri ilə su daxil olur, soyuq su daxil olur. Və bu üst boru, iç borunun ətrafında o soyuq su fırlanır və nəhayət buradan çıxır. Məqsəd odur ki, içdəki borunu soyutsun. Çünki su buxarı 100 dərəcəyə qədər qızıb və o şüşəni də qızdırıb, indi onu soyutmaq lazımdır ki, kondensasiya edə bilsin. Yəni, buradan gələn su buxarı mayeləşə bilsin. Bu sadə distillə adlanır. Çünki sadəcə və sadəcə biz içilə bilən hər hansı bir yerdən götürdüyümüz suyu və ya dəniz suyunu distillə etdik və ondan saf su aldıq. Növbəti videoda isə fraksiyalı distilləni öyrənəcəyik.